Gəldik 29-a. Deyir ki, find the host range nə? Deyir ki, host range tap, yəni host adresindən tap. Burada biz aralıq verəcəyik. Məhəlləyə girəcəyik. Yəni hansı aralıqdan hansı aralığa kimi host adresləridir. Birinci yenə 32-dən 28-i çıxırıq. 28 çünki network bitdi. Host bitləri tapmaq üçün olur 4. Yəni 2 variant var. Birinci variant. Bunu çevirdik 2-yə. Çevirək. 10, 10, 10, 277 idi də deyəsəm. 77 imiş. Gəldik bura. Sağdakı 4 biti götürdük. Bir aralığı tapmaq üçün, yəni bir məhəllədəki evlərin nömrələrin sayını tapmaq üçün ilk nömrəsinə baxarsınız, son nömrəsinə baxarsınız. İlk nömrə ilə son nömrə arasında da aralıq. Və nə bilim bir mərtəbədə neçə otaq varsa ilk otağa baxarsınız. Məsələn, ilk otaq 405-ci otaqdır, sonuncu otağa baxarsınız 440-cı otaqdır. Demək ki, bu mərtəbədə 35 dənə otaq var. Yəni burada da eyni məntiqdir. İlk IP-yə baxırıq, son IP-yə baxırıq. Aralıq demək ki, ilk IP, son IP arasındadır. Yəni bunları sıfırlayırıq. Bunu convert edirik nəyə? Onluğa. 10, 10, 10. Nə olur? 64. Sonra bunların hamısını birləyirik. Yenə bunu convert edirik onluğa. 10, 10, 10. Nə olur? Bu neçə idi? 77 idi də. Üstünə 2 gəldik. 79. Bu aralıqdadır, yəni bu 79. Bu aralığı istəyir bizdən. Bu aralıqdadır. Host range'lər bu aralıqdadır. 10, 10, 10, 64-dən 10, 10, 10, 79-a. Amma burada yenə bir dənə də şey var. Host range'ləri istəyir bizdən. Yəni host adresləri. 64 ilə 79 host adresləri. 64 network adresi, 79 broadcast adresi. Ona görə hər iki tərəfdən bir daraldırıq. 10, 10, 10, 64 olur 65. 10, 10, 10, 79 olur 78. Host range'imiz budur. Yəni bu nə deməkdir? Bu network'a qoşulan IP-lər 10, 10, 10, 65 ilə 10, 10, 10, 78 arasında IP alacaq. İndi gəlirik ikinci yola. İkinci yolda 204 tapmışdıq ki, 32-dən 28, 4 bitdi. Host vardı. 204, 16. Demək ki, bir networkda 16 adres var. Başlayıb gedəndə option bir də yazmıram. Çünki əvvəlki videolardan onsuz, əvvəlki suallardan başa düşməlisiniz. 10, 10, 10, 64, 10, 10, 10, 80. Bu aralıqdadır. Yəni əslində sıfırdan başlayırdınız. 10, 10, 10, 0, 16, 32, 48, 64, 80. Bizim IP-miz bu aralıqdadır. Çox qəşəng. İndi məhəllənin içinə giririk. Məhəllənin içinə girəndə evlər 64, 65, gəlir, 78, 79. Ücü bura 80 sayılmır, 80 o birisi məhəllənindir. İndi burada bizdən host range istəyir. Host range-i də tapmaq üçün bildiyiniz kimi ilk IP adresimiz, network adresi, ilk IP adresinin üstündən xətt çəkdik. Növbəti IP adresimiz broadcast adresi, onu da üstündən xətt çəkdik.
Qalan aralıq 65 ilə 78 aralığı. Təbii ki, ilk 3 oktetdə dəyişmir. 10, 10, 10, 65, 10, 10, 10, 78 aralığı.